Salam, akşamınız xeyir olsun değerli izleyiciler. Bugün de piraşkı pişirirdim. İstedim piraşkıyı sizinle bölüşmek. Piraşkının xəmirini ölçü ilə eləmədim. Elə gözə yarı un tökdüm. Maya, sadə üsulla yoğurdum. Gələndən sonra da içlikdə kartofdur, bildiğiniz kartof. Duz, dört, soğanı qovurdum, qatdım. Bu da bunun içliğidir. Bu arada tavam qara tavadır. Bu tuz keçmişin tavasıdır. Bu indikilərin kindən keyfiyyəti bunun daha çoxdur. Ona göre bunda elədim. Mən bunda da qatlama da pişirirəm. Ona göre bunda eləmişəm ki, bu yəni yandırmasın, yaxşı çıxartsın. Onlar bəziləri yaxşı olmur onlarda. Ona göre mən də bunda elədim. Yani bu xəmirdən anlayışı olanlar gözə yağar da nəsə eləyə bilərlər də. Şərt o deyir ki, deyəsən 200 qram getdi, 500 qram getdi. Gözə yarı undu götürdüm, tuzunu tökdüm, mayasını tökdüm, qoydum gəldi. Bax bu da bunun aqibəti, vəziyyəti. Yəni indiki cavanlar maşallah çox şey bilirlər. Bilməyənlər də var. Yəni məsələn mənim yaşıma görə məndən də bir 2-3 yaş böyük bir qonşum var idi. Bir dəfə onlara gəlin gəlmişdi. Dedi, sən quymaq pişirə bilərsənmi? Dedim, pişirərəm. Gittim mən ona quymaq pişirdim. Dedim, sən bilmirsən? Dedi, yox. Dedim, ben mamam da mı bilmir? Dedi, yox. Yəni yaşlılıq olsun, cavanlılıq olsun, kimin özünün marağı varsa, o elə uşaqlıqdan pişintiyə, düşüntüyə alışandır. Kimin də marağı yoxsa da, indi eləsə var, məsələn, iş adamlardır, vaxtı yoxdur, eləsə var, heç vaxtı olsa da pişirməyi qoymur, xoşlamır. Çünki hər yerdə deyilər indi satılır, alırlar, gətirirlər. Amma almaqdansa adamın özünün öz evində pişirməyi, iyisi çıxmağı daha yaxşıdır məncə. Yəni ki, hazırlayan, indi oruçluq aydır, tutduğunuz oruçlar, qıldığınız namazlar, etdiyiniz duaları Allah qəbul eləsin. Az qalıb oruçluğumuzun bayramına da. Allah hər bir eşiyə çoxlu, bol rüzü, bərəkət yetirsin. Kanala dəstək olanlara dərin minnətdarlığımı bildirirəm. Əliniz var olsun. Yenə də davam edin. Kanalı takip eləməyə, hazırlayan hər bir kəsədən nuş olsun. Göz haqqınızı da halal edin. Sağ olun, sağlıqla qalın. Yenidən görüşmək ümidiyle.